Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Salamun aleykum. Hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi, əvvəlcədən deyildiyi kimi bizim bəhsimiz var idi. Ailə mühitində uşaqların tərbiyəsi. Deyildi ki, hazırki bu mövzu cəmiyyətdə çox zəruri və əhəmiyyətli mövzulardan biri sayılırdı. Ona görə də bu mövzu seçildi ki, barəsində danışılan. Bu barədə artıq dərslik formasında biz birinci hissəsini çəkdik və yerləşdirdik. İnşallah indi isə ikinci hissə barəsində danışmaq istəyirik. Amma əvvəlcədən istəyirik ki, keçmiş, yəni bundan qabaqki bəhsə icmalı şəkildə bir dənə işarə edək. Dedik ki, bəhsimiz uşağın tərbiyəsi mövzusunda idi. Dedik ki, insan müxtəlif rabitələrlə üzləşir, müxtəlif rabitələrlə, əlaqələrlə onda məhəbbətlər yaranır və bu məhəbbətlərdən insanda qeyrət yaranır və bu qeyrətlərdən, yəni bir şəxs bu rabitələrdən qeyrət ələ gətirir, özünə nisbətdə və öz ətrafına, yaxınlarına nisbətdə o qeyrətdən o şəxsin qoruyuculuq bir vəzifəsi o şəxsin boynuna gəlir. Və ondan sonra işarə olundu ki, ən güclü rabitə və mühit ailə mühiti oldu və ən güclü məhəbbət də bu deməli mühitdə ərsəyə gəldi. Və deyildi ki, o bir tərəfdən də uşaqlar hədislərdə bizə uşaqlarımız dedi ki, neçə cür təbirlərlə bizə gəlib yetişmişdir ki, onlardan biri bu idi ki, uşaq öləndən sonra valideynin varlığının davamıdır. İkinci dedi ki, ilahi əmanətdir. Üçüncü təbir bundan ibarət ki, uşaqlar valideynlərinə ilahi mirasdırlar. Biz bunun bəhsi müfəssəl şəkildə keçən səs yazısında, daha doğrusu videomuzda bu barədə danışdıq. Bugünkü bəhsimiz isə növbəti bəhslərdir, artıq sanki bu vaqəyə girişdir. Balaca incə işarələr var ki, biz uşaqlarımızı hansı yollarla ilahi ədəbə ədəbləndirə bilərik, yola hidayət edə bilərik. O barədə danışmaq istəyirik. Birinci bəhsimiz uşaqların həm miras olması, həm uşaqlara miras qalması barəsində demək olar hardasa. Necə? Çünki biz bir dəfə danışırıq bu barədə ki, uşaqlar ilahi mirasdırlar. Bir dəfə barəsində danışırıq ki, uşaqlara valideynlərindən miras qalır. Bunlar ayrı-ayrı bəhslərdir. Amma biz fikri bəhs salən təqribən uşaqlara valideynlərindən miras qalır. Bu bəhs barəsində danışıq, bəhsimiz başqa yerə çatacaq, başqa yerə gedib çıxacaq. Odur ki, biz elə öz bəhsimiz ki, arxasındayıq, uşaqlar ilahi mirasdır, bu barədə danışmaq istəyirik. Əsas bəhsimizdən biri budur ki, əgər dedik ki, bizim Həzrət Əleyhisselamın hədis oxuduq ki, Həzrət Əleyhisselam buyurdu ki, ən yaxşı miras, yəni atanın, valideynin övladına qoyub getdiyi ən yaxşı miras ədəbdir. Çünki mal əgər qoysuq, bir şəxsin ölməsində mal aradan gedir. Mala olan bizim o sahibiyyətimiz, sahib olmamız, ölməyimiz də aradan gedir. Amma ədəb isə dedik, həmişəlik qalır deyə ən yaxşı miras nədir? Ədəbdir. İndi o birisi cəhətdən, başqa bir cəhətdən biz buna yanaşdıq ki, valideyn özündən sonra uşağa miras qoyub gedir. Belə deyək. Əlbəttə, indi miras bəhsini üstə getmir, ya, fikdə bəhs olmam. Amma elə miras deyil, ədəbdən danışırıq ki, ən yaxşı miras ədəbdir. Valideynlər öz uşaqları üçün miras qoyub gedirlər. Bu miras əbədi qalan bir miras olsa daha yaxşıdır, yoxsa fani və bir müddət sonra aradan gedən əbədi bir mənada ki, insan ömrünün hər yerində ondan istifadə edə bilər. Bu yaxşı mirasdır. Yəni, hətta o elə bir miras ki, insanın həmişə özündən bir yerdə olar. Hətta təkcə bu dünyada yox, hətta bərzəx aləmində və həmçinin hətta ondan sonraki qiyamət aləmində onunla bərabər olan miras. Yəni, ədəb və tərbiyə, ilahi əxlaq budur. Bu yaxşıdır, yoxsa fani olan, aradan gedən, məsələn, mal. Valideyn öldü, məsələn, özündən sonra müəyyən miqdar bir malı irsə qoydu öz övladı üçün, o da xərcli qutardı, aradan getdi. Biz belə bir mirası təsəvvür edəndə ki, mümkündür, yəni valideyn öz uşağı üçün elə bir miras qoyur ki, həm dünyada ömrünün hər cəhətində onu istifadə edə bilir, həm bərzəxdə onun bəhrəsindən istifadə edir, həm də axirətdə qiyamət günü istifadə edir. Bunu təsəvvür edəndə fani olan, aradan gedən miraslar artıq heç bir məna kəsb eləmir. Bu bizim bir dənə nöqtəmizdir. İmam Sadiq əleyhissalam buyurur, Həzrət Əleyhissalamın hədisine oxşar bir hədisdə buyurur ki, ataların öz oğlanları üçün, öz uşaqları üçün qoyub getdiyi ən yaxşı miras nədir? Deyir ki, ədəbdir. Nə ki mal? Çünki mal gedər, amma ədəb isə həmişəlik qalır.
Niyə ədəbin üstündə çox manevr edirlər? Nə ki, əvvəlki bəhsdə deyildi də, çox bizə tapşırılıb ki, ömrünüzün çoxun maddiyyata sərf eləməyin. Ən çox vaxtınızı uşaqlarınızın ədəbinə, mənəviyyatına sərf edin ki, uşaqlarınız əgər Allah dostu olsa, Allah dostlarına heç vaxt az qoymaz. Burada da ona işarə eləmək istəyir və bir qədər daha geniş formada danışır. Buyurur ki, çünki insanın içərisiyin şakilə deyirlər dini mətndə, insanın şakiləsin o ədəb düzəldir. Quranda ayə var, Allah Teala buyurur ki, Peyğəmbərə buyurur ki, Peyğəmbər deyir ki, qul kullun ya'malu ala şakilətihi. Deyirən ki, hər kəs öz şakiləsinə görə əməl edir. Hər kəsin içi necə olsa, niyyəti necə olsa, daxili necə olsa, əməli də o cür olar. Yəni, hər kəsdən hər hansı bir əməl görürsə, o onun içərisindən xəbər verir. Ən aşkar formada biz misal vursuq, yaxşı iş o işi görənin yaxşı insan olmasından xəbər verir. Pis iş o işi görənin pis insan olmasından xəbər verir. Odur ki, Allah çox doğrudan həqiqətən hikmətli bir sözdür. Kul kullun ya'malu ala şakilətihi. Hər kəs öz şakiləsinə görə əməl edir. Şakiləsi necədirsə, özü də o cür əməl edir. Burada da buyurur ki, insanın o varlıq şakiləsini düzəldən ədəbdir. İnsanı formalaşdıran onun ədəbidir. Ədəb insanın necəliyini formalaşdırar. Həmin o şakilə barəsində danışdığımız şakilə ki, əvvəldə də işarə oldu, həm bu dünyada onunla bərabər olar, həm bərzəxdə onunla bərabər olar, həm də qiyamət günü onunla bərabər olar. O mal isə ölməmizlə aradan gedən bir şeydir. Amma elə bir şakilə ki, biz barəsində danışırıq, yəni o əsər, dünyaya baxış tərzi, dünyaya baxış bucağı. Yaxşı insanlar həmişə dünyaya yaxşı baxır. O yaxşılıqlar ondan həmişədir. Heç vaxt aradan getmir. Ölməsi ilə belə deyir ki, öldür da yaxşılıq qutardı da, ondan heç yerə gedənməz. Həzrət Əleyhisselamdan ki, gəldilər, 10 nəfər soruşdular ki, ya Ali, elm yaxşıdır, yoxsa dünya amalı? Dedi ki, elm yaxşıdır, elm üstündür. Niyə? Dedi, dünya amalı səndən qəbrə girməz, amma elm səndən qəbrə girər. Bəs, indi uyğunluğu var o, yaxşı ədəb məndən qəbrə girəcək. Hərzəxdə məndən olacaq, amma mal heç nə, heç bir şey yapar. Ən çox apardığımız həmən o kəfəndir. Buyurur ki, insanın şakiləsi barəsində bəhslər var. Mümkündür bir insanın şakiləsi, yəni içərisi, görünüşü yox. Görünüşdən kimə baxsın, görsün ki, hamı insan formasındadır. Buyurur, insanın şakiləsi mümkün, görünüşü mümkün insan olur, amma şakiləsi mümkün deyil. Bu şakiləsi də insan olar, insanın içərisi də elə insan içərisi kimi olar, amma mümkündür, insanın içərisi yırtıcı heyvan olar. İnsan bunu nə vaxt biləcək? Can verən ləhzədə. Yəni o ki, insan üçün bərzəx gözü asılır, insan can verməyə başlayır. Can verəndə artıq bu dünyanın əlaqələri qırıldığına görə yavaş-yavaş onun o birisi gözləri asılır. Onda öz həqiqətini dərk edir. Quranda da bir buna işarə də var. Buna işarə də var. Buyurur ki, fəbəsərükəl yevm hədid. Sən bu günləri görməyin dəmir çox iti görürsən sən bu günləri. Heç bir bağlılıq yoxdur, heç bir pərdə yoxdur. Sən bu günləri o qədər ki görürsən. İnsan onda biləcək ki, kimmiş. İnsan imiş doğrudan da, yoxsa yırtıcı heyvan imiş. Hətta yırtıcı heyvandan belə aşağı. Bəli, insan bunları dərklərinə baxdı, mən həqiqətən şakiləm insan şakiləsi, yoxsa heyvan şakiləsi, yəni o xaricə baxışda, yırtıcı heyvanın xaricə baxışında deyil, ac olan vaxtı bir şey tutub parçalasın bilsin. Yəni, o başqasının həlakələr özü həyatda qalsın. Bu belədir. İnsan isə belədir. İnsanın əlbəttə, indi insan necə olmalı, onların üstündə əxlaq ilmində bəhslər var. Ən kamil nümunəsi Əhl-i Beyt əleyhissalamdır ki, özlərinin ehtiyacı olduğu halda isar elədilər. İnsan surəsində ayə 8, 9, 10 digər ayələr ki, özlərinin ehtiyacı olduğu halda başqalarına verir. İnsaniyyətin ən ali nümunələri. İnsan belə. İndi insan bunu nə vaxt biləcək? Bu aləmdən ki, o birisi aləmə intiqal edir, yəni keçir, onunla biləcək. Çoxlar görəcək ki, insan şakiləsi neymiş? Heyvan şakiləsiymiş. Düşüncəsi heyvan düşüncəsi. Baxışı bu imiş. Quranda bir dənə təbir gətirir. Müəllif buyurur ki, وَاِذَا الْوُحُوشُ حُشِرَتْ Vuhuş, vəhşi sözünün cəmidir. İzəl vuhuşu, yəni o günkü vəhşilər huşirət, məhşərə gətirirlər. Sanki burada işarələr var ki, biz deyirik ki, heyvanlar üçün məhşərə gəlmək yoxdur. Hansı vəhşilərdən danışılır? Müəllifin sözündən belə çıxır ki, yəni o insan ki, şakiləsi vəhşi heyvan şakiləsində idi. İçi çölü insan idi, amma içərisi vəhşi idi. O vəhşilər məhşərə gətirirlər. Müəllifin sözündən bu çıxır. Bəs ədəbdir ki, insanın şakiləsini düzəldir. İnsanı insan kimi qoruyur, saxlayır. Dedik ki, bunların ən birincisi harada düzəlir?
Bunların ən birincisi və deməli məhəbbətdən doğur, ailə mühitində məhəbbət yaranır. Bu məhəbbətdən deməli qeyrət yaranır. Ailə mühitində valideyn rolu oynayan şəxs o qeyrətinə görə uşaqların vəzifəlidir ki, uşaqları neynəsin? İlahi ədəblə ədəbləndirsin ki, bu ədəb də o uşağın şakiləsini neynir? Formalaşdırır. İnsan şakiləsində saxlayır. İlahi şakiliyə salır. İlahi rəngə salır. Bəs bu bizim birinci bəhsimiz idi. İkinci bəhsimiz bu üzərindədir ki, uşaqların tərbiyəsində valideynin nəqşi, yəni rolu. Hədislərdə müxtəlif təbirlər gəlib, burada müəllif bir dənəsinə işarə edir. Bəs bildik ki, nə deyir? Birinci bəhsimiz bu oldu ki, insanın şakiləsinin ədəb düzəldir. Ədəb nəyimizə lazımdır bizim ədəb? Uşaq ədəblə böyüsə nə olar? Deyir, onun insan formasını, insan kimliyini saxlayan onun ədəbidir. O ədəb hardan doğur? Hardan gələ bilər? Valideynlər tərəfindən. Valideyn bunu hardan özünə vəzifə kimi hiss edir? Qeyrətdən. Qeyrət hardandır? Məhəbbətdən. Məhəbbət hardan yaranır? Bizim ətrafla rabitəmizdən məhəbbət yaranır onlara nisbətdə. Bəs bu bəhsi biz oxuduq ki, birinci ədəb şakiləmizin, insaniyyətimizin qorunması üçün lazımdır. İkinci bəhsimiz isə uşaqların tərbiyəsində valideynlərin roludur. Bu barədə hədislərdə müxtəlif dediyimiz kimi təbirlər gəlib, onlardan birinə işarə edir. Burada ki, valideyni əkinçiyə təşbih edirlər, oxşadıblar uşaqlarına nisbətdə. Hansı cəhətdən? Amma bir dənə fərqlə ki, əkinçi deyir, torpağa əvvəl şum vurmalıdır, ora toxum səpməlidir, ora su verməlidir. Amma buyurur ki, uşaqlar barəsində isə buna ehtiyac yoxdur. Nə ehtiyac yoxdur? Yer şumlayəsən, yeri yumşaldasan, nə ora toxum səpəsən. Bunların heç birine ehtiyac yoxdur. Allah Teala bunların hər biri neyini? Allah Teala bunların həm yeri şumlayıb, yəni münbit edib torpağı, zəminəni yaradıb, həm toxumu səpib, yəni uşaqlar fitrətən pakdılar. Heç bir şeydə orada qarşılıq, heç bir möhkəmlik yoxdur. İkinci toxum da ki, həmən təvhiddir. Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm nə dedi? Buyurdu ki, doğulan hər bir şəxs fitrət üzərində doğulur. Fitrət soruşulur ki, nədir? Fitrət ki, həmən təvhiddir. Bəs yer, zəminə hazırdır. Toxum da səpilib. Bəs valideynin burada vəzifəsi nələrdən ibarətdir? Buyurur ki, valideynin vəzifəsi uşaqlara yol göstərməkdir. O səpilmiş toxumun cücərməsində, feiliyyətə çatmasında, belə bizim dillərdə ki, aktuallaşmasında, inkişafında valideyn kömək edir. Valideynin vəzifəsi bunun ibarətdir. Bəs uşaqların tərbiyəsində valideyn nə edə bilər? Əgər valideyn bu halda zəminə hazırda toxum səpilib, əgər biz bunu əkinçi misalı ilə əgər gəlsək qabağa, valideyn, bir əkinçi gəlir, görür ki, yer şumlanıb, toxum səpilib, bunun vəzifəsi burada nə qalıb? Təkcə suyu vermək lazımdır ki, bar versin, bəhər versin, düz. Əgər burada bu su verməsə, deyirlər nə qarır? Allah verir. İndi valideyn də, əgər uşağına nisbətdə ki, ona xaricdən nəyisə öyrətmir, ehtiyac yoxdur, Allah Teala özü qərar verib, zəminəni yaradıb, toxumu səpib, fəqət valideynin vəzifəsi budur, uşağı düzgün istiqamətləndirsin. Əgər valideyn əgər bu işi bu uşağı üçün görməsə, həqiqətdə nə olur? İlahi əmanətə xəyanət edir. İndi bu sözü götürün, tətbiq edin xaricdən. Hər bir doğulan uşaq, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, fitrət üzərində doğulur. Yaxşı. Hər bir uşağın da içərisində o zəminələr yaradılıb, toxumlar səpilib. Valideyn fəqət düzgün, bir dənə düzgün yolu göstərməlidir. O qədər də, yəni əkinciyə nisbətdə valideyn işi çox rahatdır. Əkinci çöldə tər tökməlidir, günün qabağında, soyuqda, istidə lazım olan işləri görməlidir. Yeri yumşaltmalıdır, toxumu səpməlidir, suyu hardan hara gətirə. Orada bir dənə də bəhs var. Hələ məlumdur ki, o əkincinin əkdiyi zəhməti bəhər verə, bar verə, nəticə verə, məlumdur. Amma Allahın qoyduğu işdə ki, uşağın fitrətini düzəldib, zəminə düzəldib, toxum səpib, ora qulluq olsa qəti olaraq o nəticə verər. Bu fərqlər var. Bəs bildik ki, valideynin işi təkcə uşağı istiqamət verməkdir. Uşağa istiqamət vermək. Bunu eləsə kifayətdir. Burada bir dənə bəhs ki, valideynlər bunun üzərində gərəkdir ki, neynəsinlər? Yəni, diqqətli olsunlar. Yəni, belə deyir ki, çətinlik çəkəm, mən əkinci kimi gedəm çöldə çətinlik çəkəm, su gətirəm, toxum səpəm, yer şum. Bunlar heç birine ehtiyac. Bir dənə istiqamət vermək. Bu qədər sadədir. Dinimiz gəlib bizim hər tərəfimizi əhatələndirib, hər sahədə bizə göstəriş verib.
Ehtiyac yoxdur o zəhməti biz də çəkək. Əgər təşbih ünvanını desək, o qədər zəhmət yox. Fəqət düzgün istiqamət versə kifayətdir. Uşaqlar ilahi yola tərəf hidayət olarlar. Növbəti bəhs isə nəyin üzərindədir? Tərbiyyətin zərurəti, uşağı tərbiyə eləməyin zərurəti və əhəmiyyəti barəsində. Həzrəti Əli əleyhissalam buyurur ki, bir dənə hədisdə buyurur ki, İnnə vizəbil uqul minəl hacəti iləl ədəb kəma yəzməul zər iləl mədər. Deyir, əql sahiblərinin ədəbə ehtiyacı var. Həzrəti Əleyhisselam deyir, necə torpağın yağışa ehtiyacı var, əql sahiblərinin də ədəbə ehtiyacı var. Valideynin burada həqiqətdə bu cürdür. Yəni, ədəb, əgər biz misal vursuq, həqiqətdə ədəb elə yağış rolu olur. Ədəb yağış rolu olur. Necə yağış, fərz edin ki, bir torpaq şumlanıb, yumşalıb, toxum səpilib, su yox. Göydən yağış yağsa, o təzədən bitəcək və bar verəcək, bəhər verəcək. İndi bu uşağın da fitrətində Allah Teala onu zəminə yaradıb. Toxumu da ora qoyub, tohidu da ora qoyub. Hər şeyin yaxşını da Allah Teala qoyub. İndi bir dənə nə olmalıdır? Ədəb olmalıdır ki, əvvələ deyil və ədəb insanın içərisini formalaşdırır. O valideyn gərək o zəminəni yaradar. Valideynin uşağın yetişdirməsi, yəni uşağı ədəblə böyütməsi deməkdir. Ədəb üzərində böyütməsi deməkdir. Kömək fəqət budur. Valideyn uşağı ədəblə böyütsə, ilahi toxum cücərəcək və ilahi bəhrə verəcək. Buyurur ki, ədəb elə yağış kimidir. Necə əkilmiş torpağa su lazımdır, eləcə də o zəminəsi hazırlanmış uşaqlar ki var, Allah Teala qəlbinə, uşağın fitrətinə hər bir şeyi qoyub, əgər ədəb olsa nə olar? İstənilən nəticə bizə bəhər verir. Həzrət Əleyhisselam buyurur ki, əql sahiblərinin ədəbə ehtiyacı var. Necə ki, torpağın yağışa ehtiyacı olan kimi. Valideynin də bəs vəzifəsi bu olur ki, uşağı neynəsin? İlahi ədəb üzərində ədəbləndirsin. Onun fitrətinə qoyulmuş ilahi o şeylər ki, Allah Teala insanın uşağın fitrətinə qoyub, onu inkişaf eləməyə, bitməyə, cücərməyə kömək eləsin. Bəli. Buyurur ki, ədəb insanın, uşağın içərisindəki o ilahi şeyləri fəaliyyətə çatmasına, yəni aşkara gəlməsinə, yəni yaranmasına səbəb olar, bitməsinə səbəb olar. Bizim sözlərimizdə ən yaxşı cücərməsinə səbəb olar. Var, su yoxdur. Torpaq şumlanıb, toxum səpilib, su yoxdur ki, o təsirlənə və başlaya üzə çıxmağa. Bu ki, ədəb budur. Bir şeyin yaranmasının bəs əlaməti nə olar? Bir şey vardır, yoxsa yoxdur, doğrudan aktuallaşıb, cücərib, bunun əlaməti nədir? Əgər bir balaca bir şey baş versə, deyirlər ki, bu baş verib artıq. Bir şeyin varlığı və ən yaxşı dəlil o şeyin xarici olmasıdır da, bu fəlsəfədə bir dənə söz. Mən bir dənə söz, məntiqi fəlsəfə bir dənə söz. Hardan belə bir şey baş verib, deyir ki, əgər bir şey xaricdə baş verirsə, deyər bu nədir? Bu yarğanıb artıq. Ədəbin də uşağa nisbətdə rolu budur. Eynən suyun torpağa nisbətdə olduğu kimi. Bəs uşaqların içərisində Allah Teala hər şeyi hazırlayıb. Fəqət valideyn, biz indi valideynə hətta dini mətnlərdə Rəbb də deyilir, mürəbbi də deyilir. Bizim də mətnlərdə, kitablarımızda var, mürəbbi. Mürəbbi yəni onu formalaşdıran, onu tərbiyə edən. Valideyn təkcə uşağı dünyaya gətirən demir. O da mənada deyir ki, valideyn məsələn uşağı dünyaya gətirdisə tamam valideyndir. Yox, onun başqa vəzifələri də var ki, dediyim kimi nədir? Bu ilahi şeyləri inkişaf elətdirər. İnsanı insan olaraq yetişdirər. Onun insan şakiləsini formalaşdırır. Kömək eləyər ki, insan şakiləsi, Allahın intisarı var, insan belə hidayət olsun, din göndərib, şəriət göndərib, onları uşağa yetişdirər. Yavaş-yavaş insan şakiləsində böyüyər. Uşaq insan şakiləsində böyüyər. Bunlar hamısı insanın içərisində qoyulur. Digər bir mətləb isə uşağın valideynlər ən çox uşağa bu sahədəki dili kömək eləyə bilər. Hansı yollarla? Yəni, dedik ki, valideynin uşağa nisbətdə köməyi ədəbləndirməsidir. Allah Teala zəminəni yaradıb, toxumu səpib, fəqət valideyn ədəbi ora, ədəb yetişdirsə ora, eynən suyun torpağa yetişməsi kimi, məsələn, torpaqda necə toxum çıxar, valideyn də əgər ədəbləndirsə uşağı, o ilahi hədəf xaricdə mühəqqəq olar, yaranar. Hansı yollandır? Bu yollan danışmaq üçün, bundan da bəhs tamam. O da buyurur ki, eşitmək və görmək yolu ilə. Uşaqlar ən çox necə ədəb öyrənərlər valideynlərdə? Eşitmək və görmək. İnsanın 5 hiss üzvü var. Onlardan ikisi eşitmək və görmək.
Dedik ki, tərbiyə məsələsi, dedik ki, əkinçilik məsələsi kimi çox da ağırdır ki, yer şumlayasan, toxum səpəsən. Elə bir şey, elə bir zəhməti yoxdur. Bəlkə Allah Taala əksinə bunların hamısının Allah Taala özü hazırlayır. Valideynin vəzifəsi dedik nədir? Təkcə bu uşağı sanki əkilmiş yer kimi sulamaqdır, su verməkdir bura. Su verməkdir. Bəs uşaq hansı yollarla tərbiyə valideynindən qidalana bilər, ədəbi ələ gətirə bilər? Dedik ki, eşitmək və görmək yolu ilə bu mümkündür. Bir də nöqtə var, bizim mələkə deyirlər, insanın mələkəsi, yəni insanın adətləri, insanın ruhuna xoppuş ədəblər, rəftarlar, davranışlar. Bunlar nə vaxt formalaşır? İnsan bir şeyi təkrar eşidə və təkrar görə. Bunda insanın mələkəsi formalaşır. Mələkat deyirlər insanda. Bir şey yəni təkrar görsə, insanın o görməsinin içərisində o rəftar formalaşır. Bu bir dənə nöqtədir. Buyurur ki, biz əgər uşağı hafizəsin, zehnin, yaddaşın misal vursuq, təbir ləsiyonundan buna bir misal, təmsil ləsiyonu, bu ki, boş otaq kimidir, ambar kimidir. Uşaq hər vaxt nəyi görsə və nəyi eşitsə, tez bir zamanda həmən o otağa atar və orada saxlayar. Dedik ki, uşağın da, həm də bundan qabaq ki, bəhs edir ki, uşaq həm pakdır, ağbərək kimi, həm də uşaq sürətli tez öyrənə bilir. Çünki zehni boşdur, istedadlıdır öyrənməyə, hələ zehnin dünya məşğul eləməyib, müxtəlif hadisələr, müxtəlif məşğuliyyətlər zehnin məşğullənirdi, tez və rahat öyrənir. Buyurur ki, uşaq bir şey eşitsə və görsə, tez bir zamanda onu atar o ambara, yaddaş ambarına, onu orada saxlayar, öyrənməsi sürətlidir və çox həm tez öyrənir, həm dərin öyrənir. Ona görə də o eşitdiklərin bu tərəfdən də tez bir zamanda əldən verir. Tez yadında saxlayır. İnsan gördüklərin və eşitdiklərini buyurur ki, xas mövzuda, ümumi şeylər üçün ehtiyac yoxdur ki, onlar öyrənir. Onlar ki, onların barəsində bəhsimiz yoxdur. Xas bir mövzuda təkrar bir şey öyrənsə, görsə, eşitsə, yavaş-yavaş bu onun içərisində, nəfsində mələkə olmağa səbəb olur. Öyrəndiyi şeylər. Mələkə olmağa səbəb olur. Və onun şakiləsini o formalaşdırır. Dedik ki, öyrəndiyimiz şeylər bizim şakiləmizi formalaşdırır. Bizim nicəliyimizi formalaşdırır. Bizim kimliyimizi formalaşdırır. Bizim niyyətimizi formalaşdırır. İnsanın eşitdiyi şeylər onun nəfsində mələkə olur. O mələkələr də onun necə olması formalaşdırır. Məsələn, deyiblər ki, haram yeyən şəxsin, məsələn, qulağı haqqı eşitməkdə, yəni haqqı eşidə bilməz, maneə yaranar. Səbəb nədir? Çünki onların öz təsiri var. Ya haram bir şey eşidən şəxslər deyək. O eşitdiyi şeylər onun nəfsində mələkə olur və o mələkə olan şeylər də bizim kimliyimizi formalaşdırır. Onlara işarə edir. Və buyurur ki, insanın şakiləsi də iki yolla biz əvvəldə bəhslə deyildiyi kimi formalaşması mümkündür. Həmən eşitmək və görmək. Bizə İslam məarifində çoxlu tövsiyələr olub ki, uşaq dünyaya gəldi. Uşaq dünyaya gələndə dedik ki, ağ vərək kimi, heç nə eşitməyib, heç nə görməyib. Uşaq dünyaya gəldi, nə etmək lazımdır? Müstəhəbdir ki, ona sağ qulağına tez əzan, həmən gün doğulan gün, sol qulağına da iqamə oxunsun. Səbəbi nədir? Deyirlər ki, bu hələ eşitməyib bir şey. Hələ heç bir şey eşitməyib. Onun qoy ilk eşitdiyi nə olsun? Tevhid kəlməsi olsun. İlk eşitdiyi la ilahe illallah olsun, Allahu Ekber olsun. İlk eşitdiyi Muhammeden Resulullah olsun. İlk eşitdiyi Əliyyən Vəliyullah olsun və digər sözlər. Qoy birinci dəfə onun qulağına yetişsin. Birinci kəlmə, məsələn, Allah kəlmə, tevhid kəlməsi olsun. Qoy ilk dəfə bu kəlmələr onun nəfsində, zahirən, xaricdən düzəlsin. Bunu bizə şey edirlər, yəni tapşırıblar. Bizim fəqirlərimiz də buyurur. Buyurur ki, hətta uşaq doğulanda, dünyaya gələndə onun göbəyini bağlayırlar. Yaxşı bağlansa ən çox 10 günə düşər uşağın göbəyi. Buyururlar ki, yaxşıdır, müstəhəbdir ki, bu 10 gün ərzində, ən gecə 10 gün ərzində nə olsun? Onun qulağına əzan və iqamə oxunsun. Bəli. İmam Baqir Əleyhisselam buyurur ki, bu mövzuda İmam Baqir Əleyhisselam buyurur ki, uşaqlarınız dünyaya gəldi, oğul dünyaya gəldi. İndi uşaq ola bilsin burada cins mənasında. Uşaqlar dünyaya gəldi, 3 yaşına çatdı. Ki, onlar deyir, saxlayın, onlara 7 dəfə la ilahe illallah kəlməsinin cümləsini deyin, ondan sonra bıraxın. Niyə 7 dəfə buyurur? Çünki uşaq həmən vaxtı adətən dil açar danışmağa. O dil açandakı təzə başlayır, onu tutun, təkrar elətdirin, la ilahe illallah. Bu ilk dəfə dil açanda da bir var, ilk dəfə dünyaya gələndə eşitdiyi söz,
Nə olsun? La ilahe illallah. Bir də var ki, ilk dəfə dil açmaq istəyir, danışmaq istəyir. Qoy eşitmə, birinci dəfə eşitdiyi söz ki, tohid kəlməsi idi, tohid cümləsi eşitdi, qoy dilini də açanda ilk dəfə la ilahe illallahla açsın. Bunu bizə tapşırıblar. Əsəri var, əsəri var. La ilahe illallahla qoy dilini açsın. Niyə 7 dəfə? Çünki insan bir şey 7 dəfə təkrar etsə adətən yadında qalar. Bəs o uşaq təzə dil açmaq istəyəndə onu sən bir neçə dəfə tutub onu təkrar elətdirsən də, məsələn, artıq o la ilahe illallah hafıza onun canına, onun ruhuna. Və nəticədə nə olacaq? Bir görürsən, hara gedir? Deyir, la ilahe illallah, la ilahe illallah. Bəli. Ondan sonra buyurur ki, bəs nəticə alırıq ki, bu bəhsin sonunda valideynlərin, atanın, ananın vəzifəsi olur ki, ilahi bir insan yetişdirsin və cəmiyyətə təhvil versin. Ona görə də əgər uşaqlar dünyaya gəldi, bizim vəzifəmiz budur ki, ilahi kəlmələrlə onları neynəyək? Ədəbləndirək. İlahi kəlmələr istəyək onların qulaqlarına yetişdirək ki, ta uşaqlar neynəsinlər? Ta o dünyaya gəlməyin əvvəlindən ta əsas o formalaşması, o şakiləsi ki, ilk dəfə nə cür forma, hansı vaxtda, hansı yaşda formalaşır, həmən vaxtdan uşaqlar ilahi kəlmələri eşitsin və onlar əsasında formalaşsın. Axırda nöqtəsini buyurur ki, indi biz bunları nəzərdə alaq, vay olsun o camiyyəyə, o cəmiyyətə ki, orada uşaqlar şeytan nəvası və avazı və şeytan istəyən o şakilələr formasında yetişdirilir. İlk dəfə qulağına musiqi yetişir. Adam var görürsən, o uşağı yatızdırıb böyrünə musiqi qoyub, musiqi ilə uşaqlar yatırlar, dururlar. Telefonda qoyublar, musiqiyə qulaq asır, kliplərə baxır, nələrə baxır. Deyir, vay olsun o cəmiyyətə ki, o cəmiyyətdə uşaqlar şeytan avazı ilə böyüyər, şeytanı şeyləri görüb eşitməklə böyüyər. Elə böyüsə artıq bu şəxslərin şakiləsi çox çətin formada formalaşar ki, gələcəkdə haqqı qəbul etməyə çətinlik çəkər, bəlkə də mahal olar. Hazırki zamanda doğrudan da bu formadadır. Ki, elə olan halda şeytan da hədəfə çatar və dinin düşmənləri də hədəfə çatar ki, insanlar istəyirlər şeytani formada böyüsünlər. Bəli. Allah Teala inşallah aqibətimizi xeyirləsin, uşaqlarımızı və özlərimizi İnşallah ilahi ədəblə ədəblənmiş və yaşamış. Öləndə də bu ədəblər üzərində ölməyi bizlərə nəsib eləsin. Bir nərə elə biləm ki, bəs eləyər inşallah. Allahın izni ilə, tövfiqi ilə növbəti bəhsdə görüşənə qədər. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh.